Tahir müəllim, gələk, siz artıq partiya sədri, Vəhdət Partiyasında baş verən hadisələrdən biraz istəyirəm ki, tamaşaçılarımız yəqin ki, bu sualı da bizdən gözləyirlər. Vəhdət Partiyasında sədr dəyişdi. Təkcə sədr mi dəyişdi, başqa nələr dəyişdi orada? Ümumiyyətlə, partiyada hazırda vəziyyət necədir? Təşəkkür edirəm, Bəhtəra xanım. Bilirsinizmi, mən sizin televiziyanın da vaxtıyla demişdim ki, belə bir fikrim var ki, gənclər gəlsin və biz indi partiyaya alim bir ziyalı, yazıcı, intellekt bir gənci seçmişik. Adəm Bakovi seçmişik və o gəncdir, enerjilidir və mən indi baxıram, mən baş məclis sədriyəm də, biraz qərar verici orqanda. Amma mən baxıb görürəm ki, artıq bir az müddətdə o iri həcmli konsepsiyalar belə hazırlanıb. Yəni ki, onlar həyata keçsə Vəhdət çox böyük bir partiya olacaq, açığını deyim. Çox güclü, misal üçün deyək ki, elə medianla deyək ki, bağlı, təşkilatı işlərlə bağlı, rayon şəhərlərdə və çox böyük proqramlar var. Oturub müzakirə edirik bunu. Yüksək səviyyədə proqramçılar bunu işləyib, hazırlayıblar. Bizim artıq qərargah da, biz elə bir bu həyata keçsə bizim qərargah tutmayacaq ona. Bir əlavə əməkdaşlara ehtiyac olacaq. Hətta deyək ki, media sahəsində qismət olsa Vəhdət TV və yaxud Vəhdət saytı ayrıca olacaq. Əlaqələr üzrə, media ilə əlaqələr üzrə xüsusi bir qrupumuz olacaq. Yəni dediyim odur ki, biz partiyanı istəyirik ki, elə bir səviyyəyə qaldıraq ki, bu partiya əl çatan olsun, hamı bilsin. Nə deyim, açığın deyim də, üzr istəyirəm ayağınlar, bu təkəbbürə yayılmasın. Cəmaatın çoxu tanıyırdı məni Tahir Kərimi kimi. Amma partiyanı mən tanıyan bildilər, bu hansı partiyanın sədri nədir. Amma mən güman edirəm ki, indi mən də əlbəttə kömək edirəm. İndi Adəm bəyin simasında böyük bir təşkilat işlər görə biləcək. Bu adamda enerji var, bu insan girişib işə. Yəni ki, inşallah hesab edirəm ki, biz yavaş-yavaş əlbəttə ki, hamı hiss eləyəcək ki, Vəhdət Partiyası həqiqətən sayılmış güclü bir partiyadır. Sizə deyim ki, bütün sahələr üzrə. Misal, bax, əvvəl partiyalara bəlkə də aid eləmək olmazdı. Biz indi iqtisadi konsepsiyanı, hətta anti-insar qanunları hissələrini belə təkliflər hazırlayırıq. Yəni, bütün sahələr üzrə elə bir konsepsiya yoxdur ki, onu işləyib, hazırlayıb və onun təşkilatı formalarını tapıb, partiyanı güclü şəkildə inkişaf etdirək. Qismət olsa hələ, əgər belə deyək ki, nəinki bələdiyyə seçkilərində, hətta parlament seçkisində də istəyir ki, daha çox təmsil olunaq parlamentdə. Qismət